1940-cı illərin sonu ilə 1970-ci illərin əvvəli Mərkəzi Kəşfiyyat İdarəsi insan-robot qatillər, Manchuriya namizədləri yaratmağa çalışırdı. Bu fenomen 1950-53-cü illərdə baş vermiş Koreya müharibəsi zamanı Sovet psixiatrları tərəfindən beyni yuyularaq transda cinayət törədən və sonra heç nəyi xatırlamayan Amerika əsgərləri haqqında Kəşfiyyat İdarəsi ilə əlaqəsi olan siyasi yazar John Condon'un Manchuriya namizədi adlı kitabından götürülüb. Qeyd edək ki, ABŞ daima MK Ultra proqramının qətillərlə heç bir əlaqəsi olmadığını, yalnız qabaqcıl sorğu metodları işlətdiyini iddia edir. Bir çox müharibələrdən sonra Amerikanın kəşfiyyat əməliyyatları kimi MK Ultra proyektinin də kökü Nazi Almaniyasında şübhəlilərdən məlumat almaq üçün amansız təcrübələr keçən həkimlərlə razılaşdırılmış rəsmi sənədlərə söykənir. Hipnozun insanları gizli və ya bastırılmış məlumatı açıq danışmağa məcbur etmək üçün istifadə oluna biləcəyi faktı uzun müddətdir ki, mövcuddur. Dr. Kurt Plötner, Nazi Almaniyasının Schutzstaffel, SS, yəni mühafizə dəstəsinin Sturmbannführeri, mayor rütbəsində çalışan fizik alimi idi. O, insan üzərində aparılan təcrübələrin psixoloji aspektinə rəhbərlik edirdi. Auschwitz həbs düşərgəsində kimi məşhur Dr. Josef Mengeledən fərqli olaraq Dr. Plötner bugün az tanınır. O, əvvəlcə malariya xəstəliyi müalicəsi üçün apardığı və minlərlə düşərgə məhbusunun ölümünə səbəb olan təbii psixodelik hallüsinogen maddəni, meskalini, sonradan insanların sorğu-sual edilməsi üçün istifadə etməyə başladı. O, həmçinin LSD-dən də istifadə edirdi. Bu maddə isə 1938-ci ildə İsveçrədə Dr. Albert Hoffman tərəfindən təsadüfən kəşf edilmişdi. Nazi mühafizə dəstəsi SS LSD maddəsini birbaşa Sandoz şirkətindən alırdı. Təcrübə subyektlərinin qidalarına qataraq tətbiq edirdi. Təsiri başlayandan sonra insanlar müşahidə edilir və sorğuya çəkilirdilər. Nazi həkimləri qeyd edirdi ki, narkotiklər şizofreniya xəstəliyinə bənzər davranış yaradır. Qurbanın iradəsini parçalayır və şuurda dərin dəyişikliklər əmələ gətirirdi. Alman həkimlər kimyəvi pozulmanı psixoloji hipnoz növləri ilə birləşdirərək yönlərini itirmiş məhbusları öz iradələrinə nəzarət edə bilmədiklərinə inandırır və beləliklə vacib sirləri açmağa məcbur edirdilər. İkinci Dünya müharibəsi zamanı ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsində Strateji Xidmətlər İdarəsinin professoru, Moriarty ləqəbli biofizik Stanley Lovell Hitleri Manchuriya namizədi vasitəsilə likvidasiya etməyi təklif etdi. Colgate Universitetinin psixiatriya kafedrasının rəhbəri professor George Estabrook bu fikri təcrübələri ilə təsdiqləyirdi. Amerika Birləşmiş Ştatları mediasında yayımlanan şou hipnozlarında insanların qeyri-iradəli olaraq gülünc vəziyyətlərə salınmasını örnək göstərirdi. Hipnoz altında qatil, yəni Manchuriya namizədi yaratma cəhdləri General William Donovan tərəfindən qeyri-etik hesab edildiyindən dayandırıldı. Lakin müttəfiq ölkələr üçün faydası olacağı irəli sürülərək təcrübələr davam etdirildi. Sancaq əməliyyatı ilə Almaniyadan ABŞ-yə gətirilən nüvə silahı alimləri Polkovnik Boris Paş tərəfindən Dr. Plötner tapılmış, müharibə cinayətləri gizlədilərək ona yeni şəxsiyyət Dr. Schmid adı verilmişdi. Onun təcrübələri Bluebird, Mavi Quş proyektinin əsasını qoymuşdu. 1951-ci ilin avqustunda həmin proyektin adı dəyişdirilərək Artişok, yəni Enginar adlandırıldı. Məqsəd isə eyni qalırdı. İnsana hipnoz, hallüsinogen aslıq yaradan narkotiklər hesab edilən meskalin, LSD maddələrinin təsiri ilə iradəsiz şəkildə qətl cəhdi törətməyə məcbur etmək və subyektin davranışlarını bilib-bilməyəcəyini yoxlamaq idi. Digər məqsəd isə təcrübə subyektinin ağlına nəzarət etmək idi. Təəssüf ki, bu metodlar şübhəli Sovet agentlərinə qarşı çox uğurlu oldu. 1953-cü ildə Artişok proyektinin adı MK Ultra ilə əvəz olundu. Bu proyekt ABŞ hökuməti üçün ağıl kontrollu qatillər yaratmaqda daha da irəli getdi. Həm Britaniya, həm də ABŞ-nin Yaponiyanın 731-ci alayından alınan məlumatlarla öz bioloji silah proqramlarını inkişaf etdirməklərinə dair Britaniyada yayımlanan Şeytan Həkimlər adlı kitabda sübutlar yer alır. İkinci Dünya müharibəsi zamanı Yaponların əlində olan Britaniya, Avstraliya və Amerika əsir əskərləri üzərində aparılan insan təcrübələri barədə ətraflı qeyd olunub. Subyektlərin zehni vəziyyəti, beyin funksiyalarını manipulyasiya etmək üçün müxtəlif metodlar, LSD və digər psixodelik narkotiklər, hipnoz, elektrik şoku, hisslərdən məhrum etmə, izolyasiya, şifahi və cinsi zorakılıq və digər qanunsuz işgəncələr bu proyektlərin əsas tətbiq vasitələri idi. 1975-ci ilin iyulunda İtaliyanın Neapol şəhərindəki ABŞ Regional Tibb Mərkəzində xidmət edən donanma psixiatrı Leytenant Thomas Narut
Oslo'da NATO'nun stres konferansında iştirak ederken Sunday Times gazetinin jurnalisti Peter Watson'ın sualına belə cavab vermişdi. MK Ultra həqiqətən hitmen və qatillərdən ibarət bölmələr yaratmışdı və seçilmiş ölkələrdə ehtiyac yarananda hazır olması üçün ABŞ səfirliklərinə həmin şəxsləri yerləşdirib. Sunday Times gazetinin bu haqda məqaləsi yayımlanandan sonra ABŞ donanması dərhal hər şeyi inkar etdi və Dr. Narutun sözlərini konspirologiya adlandırdı. Daha bir açıqlama isə Amerika Klinik və Eksperimental Hipnoz Cəmiyyətinin keçmiş prezidenti Dr. Milton Klein'dan gəldi. O, Mərkəzi Kəşfiyyat İdarəsinin hipnoz tədqiqatlarında ödənişsiz məsləhətçi kimi çalışdığını və real həyatda müvəqqəti də olsa Mançuriya namizədi yaratmağın mümkün olduğunu etiraf etdi. Dövrümüzün tədqiqatçıları 1963-cü ildə prezident John Kennedy'nin ölümü ilə başlayan silsilə qətilləri, qatil Sirhan Sirhanı, 1968-ci ilin aprelində Martin Luther King'in ölümünü, həmin ilin iyununda Robert Kennedy'nin ölümünü, 1980-ci ildə Beatles qrupunun üzvü ifaçı John Lennon'ın Mark Chapman vasitəsilə ölümünü və Charlie Kirk'ün ölümünü Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin gizli proqramı sayılan MK Ultra ilə əlaqələndirirlər.